Salam əziz dostlar, biz yenə Brain Ring'dəyik və İctimai Televiziyanın efirində Brain Ring'in 27-ci mövsümü bugün də mayın növbəti finalçısını müəyyən edəcəyimiz oyundur. Bizimlə olduğuna görə və verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümüz var. Oyunumuzun baş sponsoru bu mövsümdə də NAR'dır. Bugün müstəqil hakimimiz, baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibova bizimlədir. Xoş gəlmisiniz. DJ pultu arxasında DJ Maksim. Komandalarımızın əsas dəstəkçisi, dəstək qrupumuz Flash qrupunu salamlayırıq. Xatırladıram ki, yarışlarımız NAR kuboku uğrundadır və NAR kubokuna ihtiyacı olan komandalara indidən demək istəyirəm ki, dəyişməyən baş sponsorumuz kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Yeri gəlmişkən kubok uğrunda mübarizə aparacaq komandaları Mart ayının çempionu Göyçayın NAR Plus komandasını salamlayırıq. Aprelin çempionu Norm Sement komandası və mayın ilk finalçısı Bakı komandası. Hal-hazırda zalda ölkəmizin 15 bölgəsindən və 10 universitetindən olan 26 komandadan soruşmaq istəyirəm. Ringə kim çıxmaq istəyir? Azərbaycan Texniki Universiteti, Naxçıvan Milli Aviasiya Akademiyası, Qazax komandasını dəvət edək. Yaşıl masa arxasına. Əli Mirzəyev, Elmar Yusifov, Vüsal Hüseynov, Tahir Süleymanov, Raib İsmailov və Elmar Rızalı dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Qazax komandasına rəqib olacaq komanda hansıdır? Gəncə, Şəki, Xankəndi, Görənboy, Gənclər paytaxtı, yoxsa Şirvan, bəlkə Ağcabədi. Bəlkə də bu Azərbaycan Turizm və Menecment Universiteti ola bilər. Sizi qırmızı masa arxasına dəvət edirəm. İlahə Sadıqova, Aytac Babayeva, Cavanşir Abbasov, Mahmud Əhmədov, Orxan Hüseynzadə və Elnur Qədirli yerlərini tuturlar. Qazaxa qarşı oynayacaqları bu döyüş 5 xala qədərdir. Hesab 0-0 və diqqət, ilk sualın 1 xal dəyərində. Anemiya xəstəliyinə düçar olan şəxslərdə sinə və oynaqlarda qəfil və dözülməz ağrı tutmaları olur. Afrikada müxtəlif tayfalar bu xəstəliyi çve və ya Nui kimi adlandırırlar. Bu adlar nəyi ifadə edir? Vaxt. Azərbaycan Turizm və Menecment Universiteti, buyurun. Bu suala cavab verəcək Aytac Babayeva. Eşidək. Bizim fikrimizcə bu insanın ağrı zamanı çıxartdığı səslərdir. Eynən elə. Bəli, ağrı zamanı acıdan qıvrılan insanın çıxardığı səslər adətən bu səsləri ifadə edir. Daha bir sual, yenə bir xal. 19-cu əsrin sonlarında rəssam Fausto Zonaro İstanbulda qadınların olduğu məkanları çəkmək istəyirdi. Nəyi yaratmaqla bağlı yaranmış çətinliyi aradan qaldırmaqda ona fotoqraf arvadı kömək etmişdi. Vaxt. Qazax komandası kim cavab verəcək? Bu suala Əli Mirzəyev cavab verəcək. Əli, eşidirəm. Belə deyək də, o kişi olduğuna görə qadınlar üçün olan hamama buraxılmırdı və bu zaman öz həyat yoldaşından kömək almışdı. Yox. Azərbaycan Turizm və Menecment Universiteti düşünür. Qadınların bəlkə daha yaxşı göründüyü yerləri var. Bəlkə çadrasız qadınları çəkə bilmir deyə Qadınların sırf olduğu başqa hara var. Sırf qadınlar bəlkə necə durmaq lazım olduğunu göstərir. Bəlkə düzgün vəziyyətdə çəkmək üçün ondan tövsiyə alırdı ki, belə durmaq lazımdır və s. Necə çadrasız qadınları çəkmək üçün, yəni qadınları Elnur, cavab haqqını kimə verəcəksiniz? Sual zəhmət olması İlahə Sadıqova üçündən təkrarlayaq. İlahə, 19-cu əsrin sonlarında rəssam Fausto Zonaro İstanbulda qadınların olduğu məkanları çəkmək istəyirdi. Nəyi yaratmaqda o çətinliyi çəkir və onu aradan qaldırmaq üçün fotoqraf arvadı köməyinə gəlirdi. Bəlkə o qadınları çadrası çəkmək istəyirdi, ancaq icazə verilmədiyinə görə, yəni o qadını, yəni öz arvadının sülyetində çəkməyə çalışırdı o qadınları. Elə də olmamışdı. Mən yenə sualı xatırlatmaq istəyirəm ki, nəyi yaratmaqda, o bu rəsmlərin eskizlərini yaratmaqda. Mən başqa şey ümumiyyətlə soruşurdum. Növbəti sualın dəyərini qaldırdınız. 2 xal oynanılır. Zlatan İbrahimoviç 2020-ci ildə tətildəykən dənizdə 2012-ci ildə İsveç millisində olarkən vurduğu qolu təkrar edərək sosial şəbəkələrdə paylaşdı. Niyə o həmin postu kinayəli şəkildə Tanrı Kraliçanı qorusun başlığı ilə paylaşmışdı? Vaxt.
Buyurun. Buyurun. Kim? Bu suala elə özüm cavab vermək istəyirəm. Zlatan İbrahimovicin məşhur bir qolu var. O qolu məhz İngiltərə yığmasına vurmuşdu. Bicycle zərbə idi. Həmin zərbəni təkrarlamışdı və Tanrı kraliçanı qorumuşdu demiş. Çünki qolu İngiltərə vermişdi. Eynən elə 2-1. Qazax yenidən brain ringdə və gördüyünüz kimi hesabda da üstünlükləri. Növbəti sual. Nasistlər Almaniyada hakimiyyəti ələ keçirəndə ölkədə radio şəbəkəsi qurulmuşdu, amma radio qəbul edicilər hər adamın cibi üçün deyildi. Goebbelsin tapşırığı ilə hazırlanmış yeni qəbul edicilərin müsbət tərəfi qiymətli idi. Mənfi tərəfi nə idi? Vaxt. Azərbaycan Turizm və Menecment Universiteti. Bu suala da cavab verəcək yenə Aytac Babayeva. Bəlkə onun ölçüsü daha böyük idi. Yox. Onun üçün. Masadan qalxmalı olursunuz. Qazax düşünür. Başqa nə ola bilər? Yox, qiyməti ucuz idi da. Demək mənfi cəhəti nə ola bilər? Bəlkə keyfiyyətsiz idi. Bəlkə keyfiyyətsiz tez sıradan çıxırdı. Tez sıradan. Sənə verəcəm. Yox, heç şey deyil. Vaxtınız var. Başqa nə ola bilər? Ölçüsüdür, qiymətidir. Qiyməti, rəngi filan. Bəlkə keyfiyyətsiz. Məncə keyfiyyətsiz. Elmar, buyurun. Bu sualı zəhmət olmasa Tahir üçün təkrar edərsiniz. Tahir, nasistlər Almaniyada hakimiyyəti ələ keçirəndə ölkədə radio şəbəkəsi qurulmuşdu və radio qəbul edicilər hər adamın cibi üçün deyildi və Goebbelsin tapşırığı ilə hazırlanmış yeni qəbul edicilərin müsbət tərəfi qiyməti olsa da bir mənfi cəhəti var idi. Nə idi o? Qiyməti də hamı üçün uyğun ola bilərdi. Bəlkə də keyfiyyətlə bağlı problem var idi, keyfiyyətsiz idi və işini tam yaxşı görə bilmirdi və s. bunun üçün problemlərdir. Almanların belə bir zarafatı var ki, Almaniyada heç nə keyfiyyətsiz istehsal olunmur. Bir dənə deyir, uzun müddət xidmət eləməyən faşizm olub, o da ona görə ki, o Almaniyada istehsal olunmayıb. Sözü gedən radio qəbul edicilərə gəldikdə isə onlar xarici ölkələrin yayımını dinləmək üçün əlverişli deyildilər. Faşistlər qorxurdu ki, xarici radiolar yerli əhaliyə alternativ fikir sırayarlar. Növbəti sualın dəyəri yenə qalxdı. 2 xal oynanılır. 1778-ci ildə Parisdə yeni dəbdə olan şlyapalar ortaya çıxdı. Bu baş geyimi metal çubuq və arxadan yerə qədər uzanan uzun zəncirlə təchiz olunurdu. Hesab edilirdi ki, belə quruluş şlyapanın sahibini nədən qoruyacaq? Vaxt. Qazax komandası düymədə birincidir. İndi hesab arasında fərqi maksimuma çatdıra bilərsiniz. Bu suala komandamızın üzvü Elmar Yusifov cavab verməyə çalışacaq. Belə bir versiya var ki, həmin şlyapanın itməyindən qoruyurdu. Yox, əfsuslar olsun 2 saniyədə Elmarı itirir komanda. Qalan vaxt Turizm və Menecment Universitetinin. Bəlkə sürətli qaçmağından falan, yəni sürətli hərəkət. Sürətli qaçmaq. Külək teması yaxşı deyil. Küləkdə şlyapa uçmayacaq da. Şlyapa küləkdə uçmayacaq. Küləkdən qoruyur. O nə dedi? O itirməkdən qorxduğunu dedi. Bəlkə sadəcə küləkdə uçum onu axtarmaq. Başqa nə ola bilər ümumiyyətlə? Küləkdə O uçsa da zəncirdən tutub tutacaq. Kim cavab verəcək Elnur? İlahə Sadıqova ölçümdən təkrarlayaq zəhmət olmasa. İlahə, komandanızın ümumiyyətlə müzakirəsindən razı qaldınız bu sualda. Bu qədər vaxt var idi. Qaldım. Onda cavabı deyin. 1778-ci ildə Parisdə yeni dəbə düşmüş olan bu şlyapalar, bu baş geyimi yeri gəlmişkən metal çubuq və arxadan yerə qədər uzanan uzun zəncirlə təchiz olunurdu. Nə hesab edilirdi? Belə quruluş şlyapanın sahibini nədən qoruya bilər? Bəlkə küləkdə həmin şlyapanın uçmasından qoruyurdu ki, o zənciri tutub saxlaya bilərdi şlyapaları. Dostlar, bu zəncir torpaqlama rolunu oynayırdı. İldırım vurmasından xilas edə bilərdi. Növbəti sualın dəyərini 3 xala qədər artırdınız. İndi Qazax komandasına super şans vermişsiniz. Çünki onlar cavab versələr döyüşün qalibidirlər. 17-ci əsrdə gəlin tortunun içində şüşə qabda qızıl üzük gizlədilirdi. İnanca görə üzüklü tikəni tapan qızı nə gözləyirdi? Vaxt. Azərbaycan Turizm və Menecment Universiteti kim cavab verir? Suala cavab verəcək Mahmud Əhmədov. Salam Fatih. Evliliyi gözləyirdi bəlkə, evli. Xeyli qabağa çıxdınız 4-2-də. O sonradan məşhurlaşan çiçək atma mərasimində olduğu kimi üzüyü tapanın da tezliklə evlənməsi gözlənilirdi. Qazax bu cür fürsəti əldən verir. Görəsən Turizm və Menecment Universiteti növbəti suala cavab verib döyüşün qalibi ola biləcəkmi? Elnur, yəqin Alla Pugaçovanı tanıyırsınız. Bəli, bəli.
O Çernobılda likvidasiya ilə məşğul olanlar üçün verdiyi konsertə gedəndə ona tövsiyə etmişlər ki, orada təklif olunan yeməklərdən yeməsin. Acısa özü ilə apardığı neysə yesin. Sonra dedilər ki, bir də otun üstündə gəzməyin və bir də səhnədə olarkən ona adət etdiyi nəyi etməməyi tövsiyə etmişdilər. Vaxt. Qazaq düyməni sıxıb. Kim cavab verir? Tahir cavab verməyəcək. Səhnədə olanda ona atılan gülləri götürməsin. Tamamilə doğrudur. Belə ki, onlar da radiasiyalı ola bilərdi. 4-3 hesab arasında fərq azaldı. Elnur, amma mən gördüm ki, düyməni siz də sıxırdınız. Eyni cavabı vermək üçün? Bəli. Növbəti sual. Çox gərgin bir döyüş gedir. Bu məni sevindirir. Elmar, Şimali Afrikadan olan zuavlar 19-cu əsrdə xarici görünüşlərinə görə başdan ayağa Osmanlı əskərlərinə bənziyirdilər. Onları Osmanlı ordusunun əskərlərindən fərqləndirən əsas əlamət nəyin rəngində idi? Vaxt. Turizm və Menecment Universiteti döyüşün qalibi ola bilər. Olsun, deməli cavab verəcək Mahmud Əhmədov. Bəlkə fəsin rəngində idi, ona görə onu seçirdilər ki, yəni bu şeydir. Eynən elə! Azərbaycan Turizm və Menecment Universiteti bu döyüşdən qalib olaraq masadan qalxır. Tamamilə doğrudur və bu qələbə onlara masa arxasına bir də keçmək fürsəti verəcək. Tam tərkibdə oynamadılar, amma qalib gələ bildilər. Təbrik edirəm. Onları gözləyəcək meydanda. Gəlin bu məqamı başqa bir komanda ilə, başqa komandaların gəlişi ilə Hanı Naxçıvan, hanı Mingəçevir yenə nar oynamaq istəyir. İmkan verin başqaları da oynasın. Misal üçün Qarabağ Universitetinin komandası, Xankəndi komandasını dəvət edirəm yaşıl masa arxasına. Raman Bəşirov, Həmidə Muradova, Əli Bəndəliyev, Təhmasiv Abbasov, Şəmsəddin İsmailov və komandanın kapitanı Əlirza Əhmədov gəlirlər. Başqa ringə kim çıxmaq istəyir? Sumqayıt oynamaq istəyir həmişə. Sabirabad, Ufaz komandası, Nar Plus. İmkan verin başqaları da oynasın. Şirvan komandası, Ağcabədi, Gəncə. Bir dəqiqə. Natiq müəllim, gizlənmişsiniz. Neyinirdiniz orada? Gəncə, gəlin. Qırmızı masa arxasında. O deyir ki, siz mənim adımı 3 dəfə çəkin, mən Gizdanpaç oyunundakı kimi çıxacağam. Sərdar Hüseynov, Fərid Məmmədov, Rövşən Mərənski, Rauf Mustafayev, Aydın Cəfərov və Natiq Salahov öz yerlərini alırlar. Gəlin görək bu döyüşdən qalib kim çıxacaq? Natiq müəllim, sizin maşınınız var. Var idi. Nə oldu? Breyin başlayandan getdi. Doğrudan bura gəlmək üçün satdınız? Bəli. Onu kimə uduzdunuz? Nəyi? Maşını? Satdım. Satdınız. Bəs indən belə maşın sürəsi olsaz, necə bir avtomobil arzusundasınız? Mən bircə marka avtomobil sevirəm. Mercedes və salam. Bəs necə avtomobil axtaranda adətən bu mənfi tərəflərini vurğulayırlar? 1. Daha aşağı təhlükəsizlik. 2. Salonun küylü olması. 3. Çox balaca bagaj. Nəhayət onu yarmaq da daha asandır deyib bu siyahını bitirirlər. Vaxt. Niye? Prosta ucuz, niye olmaz? Это тез дурака. Ne üçün? Почему такой некачественный надо покупать? По минимуму Ya ucuz ya da aileye uygun değil bu maşın. Aile bir subay adamlar için. Ya da subay içinde böyle aile adamlar için uygun da. Cavab versin Təhmasib Abbasov. Buyursun. Hesabı deyəsən o açmaq Salam istəyir. Fatih. Bəlkə bu maşınlar ailəvi maşınlar deyil. Yəni ailə üçün uyğun deyildi. Yox, elə deyil. Gəncə düşünür. Birinci aldığım maşın. Ver onu ben Zasus zəhmət olmasa Rauf Mustafayev üçün təkrarlayın. Rauf, necə avtomobil axtaranda adətən bu mənfi tərəfləri vurğulanır? Daha aşağı təhlükəsizlik, salonun küylü olması, çox balaca bagaj və onu yarmaq daha asandır. Cavabınız nədir?
belə bir versiyamız var ki, bəlkə bu birinci maşındır. Yəni kim üçünsə birinci maşını alanda belə xarakteristikalar olmur. Əksinə birinci maşını alanda sən onun küylülüyünə heç əhəmiyyət vermirsən. İkinci maşını alanda başlayırsan müqayisə etməyə və s. və ilaxır. Söhbət kabrioletdən gedir. Belə avtomobillərin bagajı balaca, salonu küylü və əlbəttə onu yarmaq daha asandır. Bir də ki, daha aşağı təhlükəsizliyi də xatırladılmalı məqamdır. Növbət sualın dəyəri qalxdı. 2 xal oynanılır. 19-cu əsrdə Avropada bəzi zəngin ailələr evlərinə qonaq çağıranda bəzi hallarda əlavə olaraq kvatorziyemləri evlərinə dəvət edirdilər. Bu şəxslər adətən hansı hallarda evdəki qonaqlığa dəvət edilirdi? Vaxt. Ayədir. Dayə kimi. Qonaqlar uşaqla gəlsəydi. Amma Gəncə komandası buyurun. Zəhmət olmasa Sərdar Hüseynov üçün təkrar edir. Birinci komandadır bu. Cavabınızı deyin. Bəlkə qonaqlar özləri ilə birlikdə uşaq gətirəndə o uşaqlara baxmaq üçün. Yox, elə deyil. Rəqiblər düşünür. Çox. Vaxtında yadıma saldınız ki, onlar. Mən cavab verməyə çalışacağım. Kvatorziyemləri evlərinə 19-cu əsrdə Avropada zəngin ailələr hansı məqsədlə çağırırdılar? Ola bilsin ki, qonaqların sayı çox olanda, belə deyək də, o qonaqlara müəyyən xidmət etmək üçün əlavə belə insanlar çağırırdılar və onlar da kömək edirdilər də, belə deyək, müəyyən işləri yerinə yetirmək üçün. Nə deyim valla, nə o cavab düzdür, nə də bu. Günay xanım, siz adətən evdə qonaq qəbul eləyəndə qonaqların sayına əhəmiyyət verirsiniz? Bəli, olur, verirəm. Yəni, onların sayı nə qədərdən çox, nə qədərdən az olmalıdır sizcə? Yəni, minimum və maksimum yoxdur. Evdəki oturacaqlara əyləşəcəyi qədər. Amma 19-cu əsr Avropasında masada 13 nəfər toplanırdısa, inanca görə onlardan biri il ərzində ölməli idi və bu şəxs kvatorziyem 14-cü, fransız dilindən bu ifadə belə də tərcümə olunur, 14-cü olaraq masaya əyləşdirilirdi. Növbəti sual. Diskvalifikasiya riski yenidən. Natiq müəllim. Dəstəyə görə zala təşəkkürümüzü bildiririk. Adamın Allahı var. Nəyi? Diskvalifikasiyanı onlar həmişə dəstəkləyirlər. Çünki bunun da səbəbi var. Siz qalxacaqsınız, onlar əyləşəcəklər. Dostlar, İngiltərənin Lincolnshire əyalətinin Grantham şəhəri yaxınlığında yerləşən alma ağacı xüsusi qorunur. Ziyarətçilərə buradan alma dərməyə icazə verilməsə də yerə düşənləri yığmaq olar. Bu ağacın ən məşhur ziyarətçisinin kim olduğunu deməlisiniz. Vaxt. Şəmsəddin cavab verəcək. Buyursun. İsaac Newton. Elədir ki var. Xankəndi komandası, Qarabağ Universitetinin bu komandası hesabda irəli çıxır. Növbəti sual. New York Filarmoniyası 1960-cı illərə də dünyanın 250-dən çox şəhərində konsert proqramı ilə çıxış etmişdi. Həmin illərə aid mənbədə Filarmoniyaya belə orkestr ləqəbi verilib. Belə, yəni necə? Vaxt. Cavab verir Həmidə. Salam Fatih. Onlar çox gəzdiyi üçün bəlkə də səyyar ansambl olaraq nəzərdə tutulur. Yox, Gəncə düşünür. 260 konsert vermişlər. Müxtəlif ölkələrdə. Orkestr necə olur? Yəni onlar yerində oturmurdular da qurbağa Beynəlxalq. Vyiznoy. Bu deyildi də səyyar. Belə yox, sifət olmalı, belə deyil. Belə deyil. Natiq kim cavab verəcək? Rövşən üçün zəhmət olmasa. Rövşən, New York Filarmoniyası 1960-cı illərə də dünyanın 250-dən çox şəhərində konsert proqramı ilə çıxış etmişdi. O illərə aid mənbədə Filarmoniyaya necə orkestr ləqəbi verildi? Dünya orkestri, World Orkestr.
Yox. Onlar 250-dən çox dediyim şəhərləri dünyanın dörd bir tərəfində olan şəhərləri nəzərdə tuturam. Bu şəhərlərə çatmaq üçün uçmaq lazımdır. Ona görə də orkestri uçan orkestr adlandırırdılar. Uçan orkestr ləqəbi. Flying Orchestra. Növbəti sual. Hansı rus yazıcısı şiir və balaca it hekayəsinin müəllifidir? Vaxt. Gəncə, kim cavab verir? Sərdar Hüseynov. Buyursun. Fatih, risk eləyəcəm Lev Tolstoy. Niyə? Bilmirəm, Lev şiirə görə. Eynən elə! 3-2. Sizin bu versiyaya zalda inanan az idi. Amma möhtəşəmsiz. Növbəti sual. Natiq, sizin versiya deyəsən başqa idi amma, yox? Mənim yox, komandanın. Nə idi? Yox, 2 dənə. Rövşən bir dənə Çexovu tanıyır, deyən ancaq onu demişdi. Aha. Krılov. Biri Krılov dedi, biri Çexov dedi. Yekunda Levin adı çəkir. Baxarsınız kamerada Çexov dedi. Sual. Venesiya sakinləri müqəddəs Sebastian kilsəsinin divarlarını yüksək səviyyədə bəzəyən rəssam Paolo Veronese'yə təşəkkürlərini təkcə əməyinin haqqını ödəməklə bildirməyiblər. Onu başqa necə mükafatlandırıblar? Vaxt. Gəncə komandası, buyurun. Məmməd Hüseynov, Fərid. Bəli, ora Veronese'nin adını veriblər, belə əbədləşdiriblər. Elə deyil. Əfsuslar olsun, komanda sizi itirir. Əlirzad düşünür. Əsərin ya adın yazıblar. Heykəlini də qoya bilər, Yox, divara vurublar, deyim. Amma Venesiyadan söhbət gedir. Venesiyada bəlkə şəkil pozulma ola bilər. Ya da kanalların birinə adı belə bilər. O da ola bilər. Venesiya görə bir də küçəyə də adı belə bilər. Adın yazıblar. Buyurun Əlirzad. Bir də zəhmət olmasa mənim üçün təkrarlayardınız da. Venesiya sakinləri müqəddəs Sebastian kilsəsinin divarlarını yüksək səviyyədə bəzəyən rəssam Paolo Veronese'yə təşəkkürlərini ödədikləri puldan savayı başqa necə bildiriblər? Mən Həmidənin versiyası xoşuma gəldi. Bəlkə orada hansısa bir, birlikdə kanallar çoxdur. Bəlkə hansısa bir kanala həmin o dediyiniz rəssamın adını veriblər. Paolo Veronese vəfat edəndə onu məhz həmin kilsədə dəfn ediblər. Mükafat bundan ibarət olub. Eybi yox, növbət sualın dəyəri qalxdı. 2 xal oynanılır və Qarabağ komandası indi, Qarabağ Universitetinin komandası indi bu döyüşün qalibi də ola bilər. Yaponiyada fəaliyyət göstərən bir restoranda ayda bir dəfə ofisiant qismində demensiyadan, yəni yaddaş pozuntularından əziyyət çəkən yaşlı adamlar cəlb edilir. Siz deyin, bu restoranda qonaq olsaz, nəyin baş verməsi ehtimalı 67%-dir? Vaxt. Gəncə komandası. Rövşən Maranski. Ehtimal var ki, sifariş verdiyin yox, başqa yemək gətirəcəklər. Yox, səhvdir. Niyə? O demans xəstəsidir. Yadından çıxıb, Gedib başqasına sifariş götürsən, sifarişin təmiz yaddan çıxır. Sən izah eləyə bilirsən. Başqa nə ola bilər? Başqa Həm də deyək, sən sifarişi götür, geri başqasına, sən sifarişin yaddan çıxır, ümumiyyətlə demans xəstəsidir. hesaba falan verilməsi. Sən vaxtda bu. Hesab Bura. Buyurun. Sualı zəhmət olmasa Həmidə üçün təkrarlayarsınız da. Yaponiyada fəaliyyət göstərən bir restoranda ayda bir dəfə ofisiant qismində demensiyadan, yəni yaddaş pozuntularından əziyyət çəkən yaşlı adamlar cəlb edilir. Deməlisiniz ki, bu restoranda qonaq olsaz nəyin baş verməsi ehtimalı 67%-dir. Bəlkə də verdiyim sifarişi unudurlar. Yəni verdiyim sifarişi ümumiyyətlə xatırlamırlar. Yəni Bu yenə də mənim sualımın cavabı deyil. Soruşuram ki, bu restoranda qonaq olsaz nəyin baş verməsi ehtimalı 67%-dir. Sifarişinizin düzgün verilməsinin ehtimalı. Başqa yemək gətirmir. Biz Rövşən, Rövşən, kapitan danışır. Yəni biz restorana getmişiksə, mən təbii ki orada yemək zakaz verirəm, düzdür, sifariş edirəm. Və mənim yeməyimin başqa yeməyə gəlməməsi, qarışdırması eyni şeyə gəlib çıxır məncə. Eyni şeyə gəlib çıxmır. Rövşənin cavab verdiyi o idi ki, sizin sifarişiniz səhv gələ bilər. Başqa yemək gələ bilər. Başqa inqridiyentlər Başqa yemək gələ bilər. İndi məsələ də ondadır ki, 67% ehtimalı olan, əksinə yeməyinizin düzgün gəlmə ehtimalıdır. İndi aydındır hər şey. Siz dediyinizdən elə çıxır ki, 67. Yəni başqa sözlə siz 33% olanı dediniz. Mən 67% olanı soruşurdum. Çox sağ olun.
Mən diqqətlə qulaq asırdım. Siz də diqqətlə qulaq asın, çünki sualda nə soruşulduğu çox önəmlidir. Bizə sual verim, yəni indən sonra ortaya bir şey çıxması. Rövşən neçə sayıda durmalıydı? Düzgün cavab vermir, bax belə baxanda. Tamamilə doğrudur. Siz masadan Sonra yəni deməyin ki, 4 nəfər. Rövşən dur. Yox, qaydalara uyğun uşaqlar, qəsdi qərəzliyim yoxdur. Fair play. Fair play. Halbuki Rövşən masa arxasında qalacaqdı ya. Gül kimi də davam edəcəkdilər. Yox, 33% söhbəti idi də, bəlkə düzgün çıxdı cavabımız. Diqqət. 3 xallıq sual. 1993-95-ci illərdə bu şirin məhsulun şüarı şirin cütlük, 2006-cı ilə qədər isə yoxlama fasiləsi idi. Söhbət nədən gedir? Vaxt. Twix. Nə? Twix. O nədir? Şokolad. Tamamilə doğrudur. Qarabağ Universitetinin Xankəndi komandası inanılmaz üstünlüyü ilə qələbə çalır. 5-2 hesabı ilə komandanın qələbəsi onlara final döyüşlərinə qalmaq fürsəti verir. Ağla sığmaz oyundur. Emosional. Nəticəsi gözlənildiyindən tamam başqa olan və heç vaxt bilmirsən ki, hansı komanda qalib gələcək. Necə ki, növbəti cütlükdə də. Qarabağ Universitetinin Xankəndi komandası rəqiblərini meydana çağırır. Buyurun, Azərbaycan Turizm və Menecment Universitetinin komandası. Gəlin, İlahə Sadıqova, Aytac Babayeva, Cavanşir Abbasov, Mahmud Əhmədov, Orxan Hüseynzadə və komanda kapitanı Elnur Qədirli tələbələrdən ibarət bugünkü verilişin finalı may ayının finalına vəsiqə qazanmaq istəyən bu iki komanda üçün çox önəmlidir. Görək hansı biri daha üstün olacaq. Biz bunu musiqili time-outdan sonra biləcəyik. Musiqili time-outda bugünkü qonağımız isə Ülviyə Rəhimovadır. Qarşılayın. Səni gördüm, salam vermək istədim. Üzünü yana tutdum, söylə illərdən bəri. Qəlbimizin bir duyub, bir vurdu iləri. Axı nə tez unuttun, axı nə tez. Beşik ürəyimdə əslədiyim məhəbbət. Bir salama dəymədi, bir salama dəymədi. Beşidə gözümüzdən axan o qanlı səylər. Bir salama dəymədi, bir salama.
Branding'e baxırsınız, verilişimizin baş sponsoru NAR'dır. eSIM fiziki sim karta ihtiyacı olmadan mobil rabitə xidmətlərindən yararlanmaq imkanı verən yeni rəqəmsal sim kart texnologiyasıdır. Və Azərbaycanda ilk dəfə üz tanıma texnologiyası ilə aktivləşir. Yeni rəqəmsal sim texnologiyasının üstünlüklərindən NAR-la yararlana bilərsiniz. Heç yerə getmədən eSIM-ə qoşulun, mobil həyatınızı yeniləyin. Bugün bizim müstəqil hakimimiz də baş sponsorumuz olanların İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibovadır. Hal-hazırda qırmızı masa ətrafında Azərbaycan Turizm və Menecment Universitetinin komandası, yaşıl masa arxasında isə Xankəndi komandası, Qarabağ Universitetinin komandası əyləşib və onların finalda oynaması məni çox sevindirir. Məqsədləri də inşallah may ayının finalına çıxmadı. İki komandadan biri dəqiq orada oynayacaq. Hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın. Daha bir hədiyyə NAR-dan Orxan Hüseynzadəyə və Şəmsəddin İsmayılovadır. Bu komandaların düyməsi xanlarıdır. İndi onlar mən vaxt deyəndə düyməni kim birinci sıxsa, NAR 4-cü nişanı onların olacaq və bu nişan daha sonra fay start edib masa arxasında qalmaq imkanı verir. Diqqət, vaxt. Ay. Yaşıl masada fay start və bu Azərbaycan Turizm və Menecment Universiteti komandasının düyməsi xanı Orxan Hüseynzadəyə 4-cü nişanını vəd edir. 4-cü nişanı onun ilk belə nişanıdır və o masa arxasında qalıb fay start edə bilər. Görək bunu nə vaxt edəcək. Beləliklə iki final döyüşü başlayır. Bütün döyüşlər kimi bu da 5 xala qədər. Hansı yağı istehsal edən sənaye müəssisələri oranqutanların təbii yaşam şəraitini məhv etməklə onların sayının sürətlə azalmasına səbəb olur? Vaxt. Turizm və Menecment Universiteti, buyurun. Suala cavab verəcək Aytac Babayeva. Eşidirəm sizi Aytac. Fikrimizcə bu palma yağıdır. Elədir. 1-0. Oranqutanların yaşadığı tropik meşələr məhv edilərək yerinə palma plantasiyaları salınır. Sual bu barədə idi. Daha bir sual. Əli Rza. Alimlər dişi dinozavrları fərqləndirmək üçün medullar sümükdən istifadə edirlər. Bu sümük dinozavrların həyatının müəyyən dövründə əmələ gəlir və nəyi toplayırdı? Vaxt. Nəyi toplayırdı? Bu, bir dəqiqə, hamilə qalır, çünki dişidir, bu hamilə qalır. Vur, qəşək. Aman Bəşirov cavab verir, maraqlı versin. Bəlkə süd toplayırdı onların gələcəkdə balaları üçün. Sümük. Ana südü toplayırdı. Sümük, yox. Azərbaycan Turizm və Menecment Universiteti fikirləşir. Sonra isə şu an deyirik, başqa nə ola bilər, mən fikirləşir. Bəlkə nəsə suzat toplayır ki, sonra içməyə zada nəsə o dəfələrdə olur. Elnur, kim cavab verəcək? Sualı zəhmət olmasa İlahə Sadıqova üçündən təkrarlayaq. İlahə diqqətlə qulaq asın. Alimlər dişi dinozavrları fərqləndirmək üçün medular sümükdən istifadə edir və bu sümük dinozavrların həyatının müəyyən dövründə əmələ gəlir və nəyi toplayırdı? Mən belə düşünürəm ki, bu sümüklər kalsium toplayır ki, onlar yumurtaların üzərindəki qabığı örtsün və yəni, yumurta vermə dövründə istifadə olunsun kalsium. Axı bu dövr çox qısa sürür. Kalsium da həmin qısa müddətdə həmin medullar sümüyə toplanır. Tam doğru cavab 2-0. 2-0. Əhsən. İlahə, bu arada hansı ixtisası oxuyursunuz? Maraqlıdır ki, mən tibb ixtisası oxuyuram. Doğrudan? Bəli. Turizm və Menecment Universitetində. Xeyr. Bəs harada? Ona daha yaxın, hər iki cəhətdə daha yaxın, həm ad, həm məkan olaraq Azərbaycan Tibb Universitetində. Başa düşdüm. Deməli, qonşu universitetin xeyrinə oynadınız. Amma universitetinizin komandası bu mövsüm bizimlə yoxdur. Bəlkə öz komandanızı yaratmağın da vaxtıdır. İnşallah. Hə? Elnur, sağollaşın. Sağollaşın, İlahə gedir. Ən azı yarım ildən sonra siz onu burada başqa komanda və başqa masada görəcəksiniz. Bu sualı bir neçə mövsümdür ki, vermək istəyirəm. Amma qalır və sözün açığı neysə mənim ürəyimə dammışdı ki, bəlkə Gəncə bugün oynayacaq. Ona görə bu suala Rövşən Mərənski cavab verəcək. İndi iş elə gətirdi ki, o burada yoxdur. Sual isə daha bir verilişə saxlamaq istəmirəm. İndi verirəm. Rusiya imperiyasındakı bəzi vəkillər görüşün nə qədər davam etməsindən asılı olmayaraq
fiks məbləğ alırdılar. Digərləri isə saat hesabı işləyirdilər. Birincilərlə ikincilərin iş otaqlarında müştəri üçün nəzərdə tutulmuş stulun ayaqları nə ilə fərqlənirdi? Vaxt. Ola bilər uşaqlar. Vaxta görə. Bizdə qısa hündür ola bilər ki. Stulun ayağı deyil. Müştəri. Dəqiqə biri Niyə təkərli? tez gedib Buyurun. Eşidirəm. Bu suala cavab versin Cavanşir Abbasov. Versiya yoxdur. Olsun, bəziləri təkərlidir, bəziləri təkərsiz. Yox. Xankəndi komandası düşünür. Biri gödə idi, rahat oturan ayaq deyil. Ayağı nə ilə fərqlənir? Bir ayağı Buyurun Əlirzə. Bir dənə zəhmət olmasa təkrar yazsa bir neçə versiya var. Yenə deyirəm, saat hesabı işləyən və ya fiks məbləğ alan vəkillərin görüş vaxtı müştəriləri üçün qoyduğu stulların ayaqlarında bir fərq var. Nə fərqdir o? Bəlkə biri daha hündür idi, biri daha alçaq idi. Yəni ona görə, yəni alçaq olan, belə deyək də rahatçılıq baxımından, yəni ki, çox oturanlar daha rahat olsun. Ona görə deyək ki, alçaq. Hündür stulda isə oturmaq daha çətindir. Çətin idi, bəli. Yəni ayaqları hündür stulda oturmaq daha çətindir, ayaqları qısa stulda daha asandır. Təxminən belə bir şey, bəli. Gəlin Rövşənin də versiyasını eşidək, çünki ola bilər ki, o bu sualda bir nüansı daha yaxşı bilir. Siz nə bilirsiniz bu O barədə? stolları görməmişəm, amma təxminim bundan ibarətdir ki, saat hesabı işləyən vəkil mümkün qədər çox saxlamalıdır müştərini yanında. Digər vəkil isə daha tez bundan canını qurtarıb növbətini qəbul eləməlidir. Və çox güman ki, həmin oturacağın arxa ayağı ön ayaqdan daha hündür idi ki, oturacaq biraz mail olsun, narahat olsun, saat hesabı işləyən vəkildə isə əksinə idi. Orada oturan rahat uzanıb, oturub, getmək istəmir. Amma öncədən pul ödəmişsə, tez sürüşüb getməli idi. Bir xal Gəncə komandasına masa arxasında olsaydı. Fərqi çox doğru izah etdilər. Sizin komandalar izah edə bilmədi deyə növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır və sual belədir. Elnur, yəqin ki, siz parmezan pendirinin dadına baxmısınız. İndi onu Azərbaycanda almaq olur artıq neçə illərdir ki. Yoxsa hələ dadmamısınız? Hələ ki qismət olmuyor. Ola bilməz, pasta yeyəndə axı üstünə parmezan keçirirlər, yox? Hələ pasta yemək də qismət olmuyor. Nə danışırsınız? Evdən ümumiyyətlə çıxırsınız bayra? Bəli, çıxıram. Amma çöldə yemirsiniz belə başa işlər. Ənənəvi ev yeməklərin belə deyək də daha çox tərcih edirəm. Sizi başa düşürəm. Ya da dönər uzaqbaşı, hə? Bəli. Anladım. Əlirzə bəy, siz necə? Açığı mən çox pendir xoşlamıram. Yəni o baxımdan ümumiyyətlə marka fikir vermirəm. Ola bilər dadmışam. Bəs parmezan pendiri haqqında sualları necə bəyənirsinizmi? Baxaq da asılıdır. Asan sualdır. Çox asan. Bizim cavabdan. Çox ağır sual deyil. 100 qram parmezan pendiri götürürük. Bu pendirin tərkibində 35 qram zülaldır. 25 qram yağ və 3 qram karbohidrat olur. Bəs nəyin əksinə az olması parmezanın tərkibindəki faydalı elementləri artırır? Vaxt. Buyurun, Xankəndi komandası. Rahman Bəşirov. Bəlkə südün az olması. Yox. Rəqiblər düşünür. Necə təsir edə biləcəkdir? Bəlkə elə duzudur ona. Məncə suyun az olması. Suyu azdır ki, digər. Deşik də olar. Yox, deşik faydalı element şey. Məncə suyun ola bilər, duzun ola bilər. Bəlkə kvadrat çıxacaq, onunla bəlli bir şey. Duz olar. Bəlkə də saxlama müddəti falan. Saxlama müddəti olar. Aha. Sualı zəhmət olmasa mənim üçümdən təkrarlayardıq. 100 qram parmezan pendirində 35 qram zülaldır, 25 qram yağdır, 3 qram karbohidratdır. Amma nəyin əksinə az olması parmezanın tərkibindəki faydalı elementləri artırır? Bəlkə pendirin belə deyək də hazırlandıqdan sonra onun saxlama müddəti, yəni istifadə üçün yararlı olması üçün onu Yox, tərkibindən danışıram. Parmezanın tərkibində ən az Aytacın bayaqdan dediyi kimi su olur. Bəli. Bu ümumiyyətlə dünyada tərkibində ən az su olan pendir hesab olunur. Növbəti sualı 3 xal dəyərində. 1990-cı il istehsallı İthaf çizgi filmi
Stalin repressiyalarından bəhs edir. Və maraqlıdır ki, Azanın səsləndiyi ikinci cizgi filmimizdir. Birincisi Abdullah Şaiqin bu nağılındadır. Hansı vaxt? Turizm və Menecment Universiteti. Suala cavab verir Mahmud Əhmədov. Doğru cavab verirsə bu döyüşün qalibisiz. Bəlkə Türkiyə həccə gedir. Eynən! Turizm və Menecment Universiteti bu dəfə də döyüşdən qalib çıxır. Daha bir qələbə onları mayın finalında oynadacaq. Görəsən ora qədər gedə biləcəklər, yoxsa yox. Siz də uzağa getməyin. Əlinizdə telefon varsa X sosial şəbəkəsinə daxil olub, narın hesabında hal-hazırda yerləşdirilən sualı doğru cavablandırmağa çalışın və bu doğru cavabınızın müqabilində öz hədiyyənizi götürün. Uğurlar hamıya, bizə də. Dostlar, ikinci döyüş. Və bu döyüşdə ilk sual bir xal dəyərində. Əli Rza, süni intellekt alətlərindən istifadə edirsiniz? Bəli, təbii ki. ChatGPT yoxsa Gemini? Ən çox ChatGPT-dən istifadə edirəm mən. Bəs Grokla nəsə düzəltdiyiniz olubmu? Yox. Süni intellekt alətlərinin televiziyaya gəldiyini də sizə demək istəyirəm. Özdə televiziyaya gəldiyi ilk illərdə, o zamanlar hələ tam inkişaf etməmiş Pixelot kameraları bir futbol oyunu zamanı top əvəzinə hakimə fokuslanmışdılar. Niyə qalan 22 futbolçuya yox, məhz hakimə? Vaxt. Qarabağ Universiteti. Təhmasib cavab verir. Abbasov. Kim cavab verir? Demək, hər iki komandanın 11-11 komanda formalarının rəngi eynidir, amma hakimin forma rəngi fərqli idi da. Yox, elə deyil. Rəqibləriniz düşünür. Onlar O VR süni intellektdən cəlb edir. Bəlkə yox, tamaşaçı topu seçə bilmirdi. Ən çox qaçan adama şeymi? Ən çox qaçan Ən çox hakim qaçır. Yox, topu seçə bilmirdi. Pikselli deyir də, top da orada kvadrat formada olur. Hakim deyir axı, ən çox top. Bəlkə hakim. Hətta topu seçə bilmirdi. Komandalarda özü təkrar. Özü təkrar. Ya da ver bax. Buyurun. Sualı zəhmət olmasa bir daha mənim üçün təkrarlayardınız. Süni intellekt alətlərinin televiziyaya gəldiyi ilk illərdə o zamanlar hələ tam inkişaf etməmiş Pixelot kameraları bir futbol oyunu zamanı top əvəzinə hakimə niyə fokuslanmışdılar? Bax, qalan 22 futbolçu qalıb bu hakimə niyə fokuslanıb? Belə deyək də, siz vurğuluyursunuz ki, pikselotdur, yəni piksellərdən ibarətdir. Orada bəlkə elə topu da bir piksel kimi bu tanıyır, ona görə də onu... Yox, elə deyil. Bu süni intellekt aləti topu onun başı ilə səhv salmışdı. Səbəb də hakimin keçəl olması idi. Meydanda yeganə keçəl adam o idi. Hətta Qarabağ Universitetinə oyunçuları, onların bir oyunçusu indi masa arxasında deyil, o oradan kömək eləməyə çalışırdı, əli ilə başını göstərirdi. Mənə elə gəlir ki, bu yerdə ona irad tutmağa dəyər ki, daha sizə oradan ipucu verməsin. Birincisi görmürsünüz, ikincisi də bu qaydalara ziddir. Növbəti sual 2 xal dəyərində. Əli Rza, necədir? Rəqibləriniz güclüdür, zəifdir? Bəli, güclüdür. Yəni, ən azı hesab onu göstərir. Onu göstərir. Elnur, sizin rəqibləriniz necə? Bəli, əlbəttə ki. Razısınız? Bəli, razıyam mən də. Hesabdan yoxsa rəqibdən? Hər ikisindən də razıyam hal-hazırda. Komanda olaraq hətta razıyıq. İndi tezdir, oyundan sonra zəngləşərsiniz. İlk mobil telefonla zəngi Motorola şirkətinin mühəndisi Martin Cooper edib. Odur ki, ilk mobil zəng zamanı işlədilmiş ilk kəlməni biz bilirik. Sizcə o, mən sənə əsl mobil telefondan zəng edirəm, acığını kimə vermişdi? Yəni bu sözləri kimə söyləyə bilərdi? Vaxt. Başqası Steve Jobs olabilir. Turizm və Menecment Universiteti, buyurun. Suala cavab verəcək Aytac Babayeva. Buyursun. Fikrimizcə bu Steve Jobs. O deyil. Qarabağ Universiteti fikirləşir. Qaqa, kimə deyir? Kimə deyir? Mən sənə Motorola, mənlə Motoroladır, amma bununla bir yerdə başqa adamla mobil telefon istəyirsən etmək istəyirdim. Bacarmadım. Bax, onu tapmaq lazımdır. Yox, ekran. Təkrarlayarsınız da, açıq elə bir versiya yoxdur. Baxaq görək nə edirik. Zəhmət olmaz. Yəni indi düşünəcəksiniz? Yox, yəni bəzi versiyalar var, onu çıxartmağa çalışacağam. İlk mobil telefonla zəngi Motorola şirkətinin mühəndisi Martin Cooper edib və bu sözləri işlədib. Mən sənə əsl mobil telefondan zəng edirəm. O bu sözləri kimə söyləyə bilər? Bəlkə elə özünə deyib. Özü özünə zəng vurmuşdu. Mən bütün
Sualdan qabaq bu qədər ipucu verdim. Rəqibləriniz barədə danışdım. Sonra da dedim ki, bir-birinizlə zəngləşərsiniz. O da öz rəqibinə zəng vurmuşdu. O zaman mobil telefon üzərində Bell Company şirkəti də işləyirdi. Onları yığıb demişdi ki, mən sənə əsl mobil telefondan zəng edirəm, acıq vermək üçün. Növbəti sual. Növbəti sual özdə 3 xal dəyərində. Kollektivə dövlət statusu veriləndə bu teatrın truppasının əsasını 13-15 yaşlı məktəblilər təşkil edirdi. Söhbətin hansı müəssisədən getdiyini deyin. Vaxt. Turizm və Menecment Universiteti kim cavab verir? Suala cavab verəcək Mahmud Əhmədov. Bəlkə bu kukla teatrıdır. O deyil. Masadan qalxmalı olursunuz. Xan kəndi düşünür. Mesela dövlət teatrı verir də buna sonradan. Bir dəqiqə, Əli, uşaq dövrdə 14-15 yaşlı gənc, bəlkə gənc tamaşaçılar teatrda. 14-15 gənc deyil axı, 18-dən yuxarıdır. Məncə 12-18 arası yeniyetmə sayılır da. Ha, yeniyetmə sayılır da. Gənc tamaşaçılar. Gənc tamaşaçılar deyil. Əliza, bir dənə tribunalara baxın, fikir verin. Bütün düymə sıxanlar artıq çıxışa gəlirlər. Deyirlər 100% diskvalifikasiya olacaq. Yox? Cavabınız? Əli Bəndəliyev üçün təkrarlayarsınız da zəhmət olmaz. Kollektivə dövlət statusu veriləndə bu teatrın truppasının əsasını 13-15 yaşlı məktəblilər təşkil edirdi. Söhbət hansı müəssisədən gedir? Bəlkə bu gənc tamaşaçılar teatrıdır. Tamamilə doğrudur. Qaydın yerlərinizə. Bütün düymə sıxanlar yerlərinə qayıda bilər. Alınmadı. 3-0 Xankəndi komandasının üstünlüyü. Əlasız, çox yaxşı və vaxtında qazanılan 3 xal. Bu onlara final döyüşlərinin hesabını 1-1 etməyə imkan verə bilər. Görək hansı komanda üstünlüyü əldə edəcək. Əlirza, ancaq öz komandanızı xilas eləmədiniz. Rəqibləri də bu saat diskvalifikasiyadan xilas elədiniz, yox? Bəli, bəli. Amerikanın Səsi Radiosu İngilis dilli olmayan ölkələrdə yayımında Special English adlandırılan xüsusi ingilis dilindən istifadə edir. Bu versiyada hazırlanan materiallarda cəmi 1500 sözdən istifadə edilir və cümlələr də uzun deyil, qısadır. Başqa hansı vacib xüsusiyyət də var ki, dinləyicilər danışılanları başa düşsünlər? Vaxt. Turizm və Menecment Universiteti, buyurun. Suala cavab verəcək Aytac Babayeva. Biz fikirləşirik ki, bəzən olur ki, ingilisini sürətli danışanda başa düşmək çətin olur. Bəlkə onu yavaş-yavaş danışırlar ki, o qarşı tərəfdə başa düşsün. Eynən mənim sualın son hissəsini oxuduğum sürətlə tamamilə doğrudur. 3-1. Aytac, deməyin ki, siz də Turizm və Menecment Universitetinin tələbəsi deyilsiniz. Mən məzunuyam. Məzunusuz. Bəli. Hal-hazırda işləyirsiniz. Bəli, elə universitetdə. Nə gözəl. Dərs deyirsiniz yoxsa? Xeyr, inzibati heyətdə, beynəlxalq şöbə. Möhtəşəm. Bəs onda komandada kimlər oxuyur, kimlər işləyir? Qalan hamı oxuyur, hə? Bütün oğlanlar bəli təhsil alır. Təhsil alırlar. Sizcə mən təhsilimin davamını sizin universitetdə necə oxuya bilərəmmi? Düşünürəm ki, bəli, mən O qədər asandır, izlədiklərimdə ona görə. görürəm ki, siz çox səfərlər edirsiniz. Ona görə də məncə siz ən uyğun insansınız bizdə oxumaq üçün. Doğrudan siz mən hardan bilirsiniz ki, mən belə çox səfərlər eləyirəm? İzləyirik. İzləyirsiniz. Ay. Daha Instagrama şəkil qoymayacağım. Dostlar, növbəti sual. Qobustandakı qaval daşının rəqs və dini ayinlər üçün olduğundan bəhs edilir. Səbəb kimi daşların üzərində süni şəkildə yaradılmış dərin yarıqları göstərilir. Bəs Boris Beymarinin fikrincə bu yarıqlar nə üçün idi? Vaxt. Bəxşiş qoyur. Bəlkə vururlar, səs exo falan. Başqa bir səbəb. Döyücü verirlər, amma nə üçün olur? Zaten döyücü verir, amma deyir ki, başqa bir səbəb var ona görə. O vaxtda dini mərasimlərdə bəlkə oda tapıblar deyə. Bu suala cavab verəcək İlahə Sadıqova. Eşidirəm. Bizim belə bir versiyamız var ki, bəlkə o yarıqlara dəyəndə səs daha güclü gəlir. Ona görə də yəni elə bir yarıqlardan istifadə olunur. Yox, elə deyil. Qarabağ Universiteti düşünür. Bildiyini bildik sonra uşaqlar.
Nə üçün? Düymə sıxılıb. Kim cavab verəcək? Roman üçün təkrarlayardınız, Roman Bəşirov cavab verməyə Qobustandakı qaval daşının rəqs və dini ayinlər üçün olduğundan bəhs edilir və səbəb kimi daşların üzərində süni şəkildə yaradılmış dərin yarıqlar göstərilir. Boris Beymarın fikrincə bu yarıqlar nə üçün idi? Bəlkə od qalamaq üçün, onun üçün məsəl üçün yana biləcək şeylərlə doldurdular, sonra sürtünmə qüvvəsinə od yanardı və o vaxtda bilir ki, od insanlar üçün müqəddəs idi da. Bilirsiniz, bu Qobustandakı qaval daşı, yenə deyirəm, rəqslə bağlıdır bir tərəfdən. Biz bunu dəfələrlə görmüşük ki, onun üzərində ritmik musiqi ifa olunur, rəqslərə kömək edir bu. Digər tərəfdən dini ayinlər üçün. Dini ayinlər zamanı bilirsiniz, adətən qurban gətirilir və bu qurbanın qanının axması üçün bu dəliklərdən istifadə olunurdu. Növbəti sualın dəyərini qaldırdınız. Əlbəttə, Xankəndi komandası üçün bu əla vəziyyətdir. Cavab versələr isə super. Təxminən bir əsr əvvəl alim Karl Lawson yeni bir mineral kəşf etmiş. Həmkarı Gordon Butler'in şərəfinə onu batlerit adlandırmışdı. Və bu barədə ona məktubla xəbər vermişdi. Gordon Butler Karl Lawson'a cavab məktubunda nə bildirmişdi? Vaxt. Turizm və Menecment Universiteti ilk saniyə kim cavab verir? Aytaz Babayeva. Səhv etməsin. Bəlkə o da məktubda yazıb ki, mən də eyni mineralı kəşf eləmişəm. Yəni. Yox. Və o məlumat vəsələ. Masadan qalxmalı olursunuz. Xankəndi düşünür. Bəlkə deyir ki, bu kəşf olunub və başqa adamın adı verilib ona. Ya da məsələn, Yəni ki, adını verir, yoxsa dostun adını verir? dostun adını verir, deyir ki, bu element artıq kəşf olunub. Yox, deyir bəlkə kəşf olunub, bu artıq başqasının adı verilib də ona. Bu artıq elmi kəşf Bir olunub. şey kəşf edib, o dostun adını verir bəlkə. Yox, bu versə, Zəhmət olmasa təkrarlayarsınız da mənim üçün. Bir məktub təsəvvür edin, sizə gəlir və sizə həmkarınız yazır ki, mən mineral kəşf etmişəm və sən adını vermişəm bana. Gordon Butler'in şərəfinə o batlerit adlandırdığı mineral haqqında xəbər göndərmişdi. İndi deyin mənə, Gordon Butler cavab məktubunda Karl Lawson'dan nə oxumuşdu? Bəlkə ona məlumat verir ki, bu mineral artıq kəşf olunub və deyək ki, Bunu rəqibləriniz dedi. Başqa bir alimin adı. Yox. O da cavabında ona yeni bir mineral kəşf etdiyini və onu lausinit adlandırdığını bildirmişdi. Yəni onun şərəfinə. Beləcə başa düşdüyünüz kimi əvəz-əvəz dünyası baş tutmuşdu. Növbəti sual yenə 3 xal dəyərində. Yenə düymə sıxanlar ayağa qalxmalıdır. Çünki diskvalifikasiya ola bilər. Böyük sərkərdə Əmir Teymur hansı oyuna dəvə, zürafə, kəşfiyyatçı və musiqiçi əlavə etmişdi? Vaxt. Qarabağ Universitetinin komandasında Five Start, onların masasında Five Start, Turizm və Menecment Universiteti qalan vaxtdan istifadə edir. Buyurun, Elnur. Cavanşir Abbasov biraz bu suala cavab vermək üçün tələsir. Desin. Teymurun özünə aid şahmatı var idi. Şahmatdır bu. Tamamilə doğrudur. 4-3. 4-3 və sizi qələbədən bircə xal ayırır. Bircə xal ayırır. Görəsən necə olacaq? Görəsən onlar bunu bacaracaqlarmı? Hesab 4-3. Hər iki masada 2 oyunçu yoxdur. Və gəlin görək bu vəziyyətdən Qarabağ Universiteti necə çıxacaq? Mark Şpakovski Futbol Populyar İllüstrasiyalı Bələdçi kitabında yazır ki, 1863-cü ildə futbolun vahid qaydaları qəbul ediləndən və dünyada ilk futbol assosiasiyası yaradıldıqdan sonra yeni qaydalardan narazı qalanlar çox oldu. Onlar başqa bir assosiasiya yaratdılar. Bu assosiasiya hansı idman növünün həvəskarlarını birləşdirdi? Vaxt. Amerikan futbolu. Buyurun, eşidirəm. Suala cavab versin İlahə Sadıqova. İlahə, bilirəm 2 versiyanız var, hansını seçəcəksiniz? Mən düşünürəm ki, onlar Amerikan futbolunun assosiasiyasını yaratmışdılar. Səhv versiyanı seçdiniz. Qalan vaxt Qarabağ Universitetinin. Şala fikirləşin. Amerikan futbolunu sən qəbul edib nə edə bilərlər? Onun alternativ bir oyun yaradacaqlar da, düzdürmü? Çimərlik futbolu. Fərqlidir biraz şeylər. Amma Mən basım. Vaxtında düyməni sıxdınız əlinizdə. 1 saniyə o yan bu yan.
Roman Bəşirov üçün təkrarlayarsınız. Roman, baxın, indi super bir fürsət düşüb komandanızın əlinə. Ən azı oyunun bitməsini yubada bilərsiniz. Özünüzə xal qazana bilərsiniz. Və ilk dəfə komandanızın tarixində bu verilişin qalibi ola bilərsiniz. Bir verilişdə, bir oyunda qalib gəlmək üçün deyin. Deyin mənə, 1863-cü ildə futbolun vahid qaydaları qəbul ediləndən və dünyada ilk futbol assosiasiyası yaradılandan sonra yeni qaydalardan narazı qalanlar hansı idman növünün həvəskarları idi ki, onlar ayrıca assosiasiya yaratdılar? Bəlkə handball. Yox. Futbol qaydalarına görə, bəli, əllə oynamaq qadağan ediləndən sonra narazılar tapıldı və onlar ayrılıb Regbi assosiasiyasını yaratdılar. Bu versiya seçilməmişdi. Növbəti sual 2 xal dəyərində və hər iki komandaya qələbə vəd edir. Amma Qarabağ komandasına bu qələbə daha çox lazımdır. Xankəndi komandası indi bu suala cavab verib final döyüşlərin hesabını bərabərləşdirə bilər. Qədimdə suvarma işlərinə nəzarət edən şəxslərə mirab, yəni suyun sahibi deyirdilər. Versiyalardan birinə görə çoxlu sayda bulağın öz başlanğıcını götürdüyü hansı coğrafi obyektimizin adı mirab sözü ilə əlaqədardır? Vaxt. Turizm və Menecment Universiteti. Doğru cavab qələbə deməkdir. Kim cavab verir? Buyurun Elnur. 1. Cavanşir Abbasov. Cavanşir, cavabınız nədir? 1. Olsun mənbə. Mənbə deyil. Masadan qalxmalı olursunuz. Xankəndi Universiteti. Mirab. Mirab yox da Mingəçevir zad ola bilər. Çoxlu su mənbəsi olan başqa Azərbaycanda hara var? Çoxlu su başlaya bilər. Mına, başlasın mır. Bir də zəhmət olmasa Əli Bəndəliyev üçün təkrarlayarız. Əli, mirab suyun sahibi deməkdir. Versiyalardan birinə görə çoxlu sayda bulağın öz başlanğıcını götürdüyü hansı coğrafi obyektimizin adı mirab sözü ilə əlaqədardır? Sirab olsun. Yox, bu cür fürsəti əldən verirsiniz. Bu cür fürsəti əldən verirsiniz. Mirab hansı sözlə səsləşir? Murov, hamı bildi, hamı dedi. Murov. Bu Murov adının yaranmasının tarixçəsidir. Növbəti sualı 3 xal dəyərində. Yeri gəlmişkən, bu suala cavab vermədiyiniz təqdirdə mən məsələni uzatmaq istəmirəm. Finalda əlavə bir vakant yer olacaq. Yerinizə heç kim gəlməyəcək. Sual da belədir. Çünki diskvalifikasiya riski var bu sualda. Hansı rəssam ən məşhur tablolarından birində paltarın qolunu Leonardo, yəni şir yunu rəngində təsvir edib? Vaxt. Sarı çəkən kimsə var, Leonardo. Sarı gözü. Hansı Levlə başlayan rəssam var falan, nə bilim. Buyurun, Elnur. İlahə Sadıqova. Gəlin belə fərz eləyək ki, bu Pablo Picasso'dur. O deyil, o deyil, o deyil. Xankəndi komandası super fürsət var. Şir rəngi. O şəkildə bir şəkil yox. İnsan çəkən şəkil yox. İnsanlardan şir rəngindən istifadə edib də Van Goghun günə baxan əsəri var. Zəhmət olmasa təkrarlayarsınız. Hansı rəssam ən məşhur tablolarından birində paltarın qolunu Leonardo, yəni şir yunu rəngində təsvir edib? Şir sarı rəng, sarı da Van Goghla bağlı ola bilər. Olsun Van Gogh. Da Vinci. Leonardo da Vinci'nin adı çəkilməli idi. Bu diskvalifikasiyadır. Bu diskvalifikasiyadır. Bu verilişin sonudur. Dostlar, mən inanmıram. Mən ağlıma yerləşmir bu hadisənin belə baş verməsi. Amma digər tərəfdən digər komandalar üçün gözəl fürsət finalda əlavə vakant yer. Amma bugün may ayının finalına heç bir komanda çıxmadı. Bunu özünüz də gördünüz. Günay xan, bunu necə izah edəcəksiniz? Sizcə komandalar zəif idi, yoxsa bu gün olan bəxti gətirmədi? Nədir, bunun izahı varmı bugünkü situasiya? Yox, hər iki komanda mənim fikrimcə çox güclü rəqib idilər bir-birinə. Sadəcə olaraq, yəni sualın cavabı belə olaraq bəxtləri gətirmədi. Gətirmədi. Bəlkə də bəxtləri gətirmədi. Amma bugün mənim bəxtim gətirdi ki, bu oyunda ədalətin keşiyində siz idiniz. Çox sağ olun gəldiyinizə görə. Bir həftədən sonra isə sizi dəvət edirəm baxmağa bizə burada ictimai televiziyada. Yenə Branding.
Müzik